Gürcüstanda ilk dəfə uğur qazanan azərbaycanlılar haqqında çəkilmiş novella bədii sənətli film Qardabani şəhərində tamaşaçılara təqdim olunub. 23 mart tarixində Qardabani Mədəniyyət Evində Aktual Media tərəfindən ərsəyə gətirilən novella filminin qala gecəsi baş tutub. Tədbirin təşkilinə Qardabani Təhsil və İnteqrasiya Mərkəzi Təşkilatı dəstək göstərib. Qala gecəsinə Qardabani meriyasının rəhbərliyi, parlament üzvləri, Qardabani Bələdiyyə Məclisinin nümayəndələri, məktəb direktorları, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai fəallar, jurnalistlər, yerli sakinlər və gənclər qatılıb. Tədbirin aparıcısı Xalidə Qəribovanın təqdimatında çıxış edən Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin direktoru Çiçək Hüseynova novella filminin Marneolidən sonra Qardabanidə nümayişinin əhəmiyyətini vurğulayıb. Daha sonra Aktual Medianın təsisçisi, filmin ideya müəllifi və baş prodüseri İlkin Hüseynov çıxış edərək bildirib ki, novella filmi sadəcə bir ekran əsəri deyil, Gürcüstan Azərbaycanlı gənclərinin uğurlarını əks etdirən mühüm bir layihədir. O, Gürcüstanda Azərbaycanlılara qarşı bəzi radikal qrupların formalaşdırdığı stereotiplərə qarşı çıxdıqlarını, yeni nəslin isə fəaliyyətləri ilə bu yanlış yanaşmaları təqzib etdiyini qeyd edib. Olar ki, hər bir sahədə öz fəaliyyətləri ilə xidmət göstərirlər. Azərbaycan Respublikasının Diasporalar İş üzrə Dövlət Komitəsinə və eyni zamanda da Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinə, xüsusilə də cənab səfir Faiq Quliyevə öz təşəkkürümü bildirirəm. İlkin Hüseynov çıxışının sonunda Qardabanidə filmin nümayişinə təşkilatı dəstək göstərən Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin təsisçisi Raul Əliyeva və direktor Çiçək Hüseynovaya təşəkkürnamə plaketi təqdim edib. Filmin ssenari müəllifi Elnur Vəlizadə də çıxış edərək filmin məzmunu və pərdə arxası məqamları barədə danışıb. Anşlaqla keçən qala gecəsindən sonra filmin müəllifi İlkin Hüseynov jurnalistlərə açıqlamasında yaxın vaxtlarda novellanın başqa bir şəhərdə daha təqdim olunacağını bildirib. Kemokater bölgəsinin Qardabani şəhərindəyik, hansı ki, öncədən də söz verdiyimiz kimi novella bədii sənətli filmini yalnız Marneolidə deyil, eyni zamanda bunun bir turunu təşkil edəcək və turun da ilk başlanğıcı məhz elə Qardabani, bizə doğma olan Qardabani şəhərində baş tutdu və böyük bir anşlaqla baş tutdu. Təbii ki, çox şadlıq, çox sevincliyi, çünki filmimizi yüzlərlə insan virtual deyil də realda izləyibdir. Təbii ki, bundan sonra da artıq biz artıq təkliflər almağa da başlamışıq. Düşünürəm ki, önümüzdəki ayda da məhz başqa bir şəhərdə yenə bizim qala gecəmiz olacaqdır, məhz novella filminin. Beləliklə, turumuz davam edir. Qardabanidən olan parlament üzvü Savalan Mirzəyev novella filminin gənclər üçün motivasiya mənbəyi olduğunu vurğulayaraq layihənin davamının gəlməsini arzuladığını deyib. Bugün çox gözəl filmin təqdimatı oldu. Düşünürəm ki, bu cür filmlər ölkəmizdə gənclərin inkişafına çox böyük dəstək göstərəcəkdir. Çünki uğurlu gənclərin, uğurlu Azərbaycanlıların ictimaiyyətdə mövcud olduğunu tələbələrimiz üçün, gənclərimiz üçün çatdırması onlar üçün bir böyük motivasiyadır. Və mən bu filmin qurucularına, bu ideyanı, bu təşəbbüsü həyata keçirən insanlara hər birini ayrı-ayrılıqda özlərine təşəkkürümü bildirirəm. Və mənə çox xoş oldu bu filmi izləmək və düşünürəm ki, bu filmin davamı gələcək və bu bölgəmizdə, ölkəmizdə daha geniş şəkildə yayılacaq və bir daha qeyd edirəm ki, bizim gənclərimizin inkişafına çox böyük təkan verəcəkdir. Bir daha bu filmin qurucularına, dəstəkləyənlərə hər kəsə təşəkkür edirəm. Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin direktoru Çiçək Hüseynova isə novella filminin tamaşaçılara təqdim olunmasında təşkilatı dəstək göstərməkdən məmnun olduqlarını bildirib. Bugün Qardabani Bələdiyyəsində, Mədəniyyət Evində novella bədii filmin təqdimat mərasimi baş tutdu. Bu mərasimə təşkilatçılıq etdiyimiz üçün çox məmnunam, çox qürurluyum Qardabani Təhsil və İnteqrasiya Mərkəzi olaraq. Düşünürəm ki, bu film sadəcə bir film deyil, eyni zamanda Gürcüstanda yaşayan Azərbaycanlı gənclər üçün motivasiya verici filmdir. Bizim də fəaliyyət göstərdiyimiz Qardabani Təhsil və İnteqrasiya Mərkəzi məhz elə bu missiyaya qulluq edir, hansı ki, şagirdləri təhsil vermək və müxtəlif sahələrdə inkişaf etdirmək.
Düşünürəm ki, buradan bizim gənclərimiz izlədiyi filmdən özləri üçün bir balaca olsun motivasiya götürdülər və gələcəklərinə təsir edəcək. Bugün Qardabayda bildiyiniz kimi novella bədii sənətli filmin təqdimat mərasimi keçirilmişdi. Düşünürəm ki, filmi izlədikdən sonra belə qənaətə gəldim ki, novella bədii sənətli film öz hədəfindən çatmışdır. Gənclərimiz üçün böyük stimul mənbəyinə çevrilmişdir. Hər dəfə filmi təkrar izlədikdə bu qənaətə gəlmək olur ki, həqiqətən novella öz hədəfinə çatmışdır. Böyük stimul, gənclərimizdə böyük həvəs, gələcəyə ümidli yanaşmağı ümid edir. Sağ olsun təşkilatçılara və filmin bədii rəhbəri İlkin Hüseynov minnətdarlığımızı bildirir ki, nə yaxşı bugün Qardabayda bu filmi bizə nümayiş etdirdilər Qardaban seçkiləri üçün. Qardabaninin ziyalıları da novella filmini yüksək qiymətləndirərək bu kimi layihələrin davamlı olmasının və gənclər üçün nümunəvi olmasının vacibliyini vurğulayıblar. Təəssüratlarım çox xoş oldu. Bugünkü günə çox şadam, sevindim. Bizim gənclərimizin belə gələcəyi olduğu üçün bugünkü günü çox şad oldum. Ürəyim açıldı gənclərimizin belə irəliləməsi üçün. Həqiqətən gənclərimizin bu nailiyyətləri qürur vericidir. Hər bir müəllim üçün, hər bir Azərbaycanlılar üçün həqiqətən bir Azərbaycanlı qızlarımızın, əsasən qızlarımızın 20-30 il əvvələ, 40 il əvvələ baxdıqda bu gün həqiqətən çox sevindirici, qürur vericidir və mən təşəkkür etmək istəyirəm. Çox gözəl filmdir, davamı gəlsin, məktəblərdə göstərilsin. Çünki bəzən oxumaqdan uşaqlarımız uzaqlaşırlar. Məncə belə filmlər uşaqlarımızın təhsil almasında motivasiyasını daha yüksəldər. Elə düşünürəm ki, bu filmlər yalnız belə bir yerlərdə yox, məktəblərdə də təşkil olunsa daha gözəl olar. Ona görə ki, şagirdlərimiz təhsil almaq üçün, gələcəklərinə inam üçün bir motivasiyadır. Qeyd edək ki, novella bədii sənətli filmi Gürcüstanın xalq müdafiəçisi Levan İosilyaninin çıxışı ilə başlayır. O, Azərbaycanlıların Gürcüstanın sosial-iqtisadi inkişafında oynadığı rolu yüksək qiymətləndirib. Film öz sahələrində böyük uğurlar qazanan 6 gənc qəhrəmanın, hüquqşünas və vəkil Edda Qocayeva, Pineo Klinikasının kardiologiya şöbəsinin rəhbəri Linda Mustafayeva, pianoçu və beynəlxalq festivallar laureatı Şaban Məmmədov, rəssam Emiliya Hüseynova, İngilis dili müəllimi Samirə İsmailova və stomatoloq Məmməd Muradovun həyat yolundan bəhs edir. Xatırladaq ki, filmin ilk qala gecəsi 28 fevral tarixində Marneuli şəhərində baş tutmuşdu. Məlumat üçün bildirək ki, Aktual Media tərəfindən ərsəyə gətirilən novella bədii sənətli filminə iş adamları dəstək verib. Filmin rəsmi dəstəkçiləri isə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Gürcüstandakı səfirliyidir.